Sentyabrın 23-də Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'ın və birinci xanım Melania Trump'ın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbul təşkil olunub. Media Global xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Rəsmi qəbulda çıxış edən Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump dedi: Ermənistan və Azərbaycan, mən sizə təşəkkür etmək istəyirəm dostum. Oradakı münaqişənin 22 il davam etdiyini dediniz, düzdür? 22 il. Bu 22 il ərzində siz müharibə şəraitindəydiniz. Prezident İlham Əliyev, daha da çox. Prezident Donald Trump, bundan da çox. Prezident İlham Əliyev, 30 ildən artıq. Siz möcüzə yaratdınız, cənab prezident. Təşəkkür edirəm. Prezident Donald Trump, mən bir neçə dost qazandım. Təşəkkür edirəm. Çox gözəl oldu. Bugün Yaxın Şərq ölkələrinin liderləri ilə gözəl bir görüş keçirdik. Onlar möhtəşəm insanlardır və mənim dostlarımdır. Biz onları bir araya gətirməli və həmin müharibəyə tez bir zamanda son qoymalıyıq. Bunu tez etmək istəyirik və məncə biz həqiqətən yaxşı bir plan hazırlamışıq. Məncə o tez həyata keçirilə bilər. Bilmirəm, bunu sizin planınız qədər tez həyata keçirə biləcəyik ya yox. Bütün bu illər ərzində buna cəsarət lazım idi. Bu, həqiqətən sizin və yeni dostunuzun sayəsindədir. Həqiqətən yaxşıdır. Necə gedir işlər? Yaxşıdır. Atışma yoxdur. Heç nə yoxdur. Prezident İlham Əliyev. Xeyr. Hər şey tamamilə bitib. Avqustun 8-də buna son qoyuldu. Prezident Donald Trump. Mən sizinlə həqiqətən fəxr edirəm. Siz çox gözəl insansınız. Mən bu zalda olan bəzilərinizlə görüşmüşəm. Bir çoxunuzu yaxşı tanıyıram. Siz möhtəşəm insanlarsınız. Siz ən yüksək səviyyəli liderlərsiniz. Sizin gördüyünüz işlər möhtəşəmdir. Düşünün, ölkələrinizin milyonlarla əhalisi var və siz bu ölkələrə uğurla rəhbərlik edirsiniz. Dünya miqyasında liderlik edirsiniz. Məhz buna görə də buradasınız. Sadəcə demək istəyirəm ki, sizinlə bir yerdə olmaq mənim üçün şərəfdir. Sizinlə əl sıxmağı səbirsizliklə gözləyirəm. Birlikdə bu işlərdən zövq alacağıq. Biz dinc dünyada yaşayacağıq. Birinci xanım Melania Trump. Mən bugün günorta gələcəyi birlikdə qurmaq adlı möhtəşəm təşəbbüsə ev sahibliyi etdim. Ümid edirəm ki, bütün birinci xanımlar və həyat yoldaşları gələn il 1-ci rübdə Ağ Evdə mənə qoşulacaqlar və dünyadakı uşaqlar üçün uğur qazanacağıq. Təşəkkür edirəm.